Bütün izləyicilərimi salamlayıram. Sizlərə tirlər barədə test videosu çəkmə qərarına gəldim və ilkin başladığımız modellər ən çox satılan və ən çox soruşulan modellər olacaq. Hansı ki bunlardan birincisi Hatsan'ın Zada modeli, ikincisi Hatsan AirTact və üçüncüsü Kral N03 modeli. Bu modeller yəqin ki bir çoxumuzun bildiyi modellərdir. Ən çox maraqlarından soruşulan və ən çox satılan modellərdir. Tirlərlə yanaşı test edəcəyimiz qırmalar da İranın sadə qırması, Spoton, qramajları hamısı üzərində görürsünüz zaten. Ucu şiş öztay, ucu düz öztay, yastı və daha ağır qramaj olan sılaq. Bu qırmaların hər birindən bu modellərin bir-bir test edəcəyik. Dediyim kimi güc və əsasən dəqiqlik. Həm qırmaların yoxlanışı, həm tirlərin dəqiqliyi yoxlanışı. Bu təyinat üzrə olacaq testlərimiz. Əlavə olaraq qeyd edim ki, tir tüfəngləri mütləq şəkildə 4.5 kalibr olmalıdır. Azərbaycana yalnız bu kalibr icazə verilir və yaşayış yerindən 200 metr kənarda və yaxud da qapalı, bağlı məkanlarda insanlar olmayan bir yerdə təlim və məşq atışları üçün istifadə oluna bilər. Digər hər hansı bir məqsəd üçün qadağandır. Videoları izləmədə qalın, kanala abunə olun. Videolar montaj olunduqca hamısı bir-bir kanalda paylaşacaq. Bəyənib paylaşaraq dəstək ola bilərsiniz bizə.